O kənd Yardımlı rayonu separat kəndi tarixi ismi Qoşqarlıdır. O təpədən, dağdan o tərəfə Yardımlı rayonu Yolacaq kəndidir. Tarixi ismi Səlcuqlardır. Kəndin yarı tərəfi görünür. Bu da gördüyünüz Yardımlı rayonun demək olar ki sonuncu kəndidir. Yardımlı Teşşan kəndi adlanır. Ama tarixdə Obadov kəndin adı. Bu kəndin cəmaatı hər tərəfdən söz yox qohumdular. Bu kəndin əhalisi, cəmaatı yaxına qoy bir videonu gətirim. Kətlər görünsün. Bu kəndin cəmaatı demək olar ki, tarixi ilə götürəndə Yardımlı rayonun Yolacaq kəndi adlanır, Səlcuqlar kəndi. Oradan gəlmədilər. Sovet vaxtı tarixdə burada fermerlərə əsasən kolxoz burada töylələrinin layihəsinin rəhbəri mənim atam olmuşdu. Burada gəlib burada. O vaxtı deputat, məclisi işləyəndə bu qaynaqçı, nə bilim, ixtiraçı kimi çox işlərdə. Sovet idi də o vaxtı. Sovetdə bir bax kolxoz tövlələrinin yerini göstərəcəm hara olub. Burada fermer yaradıb Sovet. Baba gördünüz bax bu həyətdir bu da. Bu cəmaat kənd cəmaatıdır. Bunlar Yolacaqdan gəlmə. Bunlar Səlcuqlar gedir. Bunlar da Oğuz Türk kökənlidirlər. Oğuz Türk kökənlidirlər. Burada kənd cəmaatı əkinçilik, taxıl məhsul vermədiyinə əsasən əkinçiliyi yavaş-yavaş ləğv edirlər. Heyvandarlıqdır. Yəni iri buynuzlu mal-qara, xırdabaş qoyun keçidir. İri buynuzlu mal-qaranın da kipi baha olduğu üçün, yəni pres deyirlər də. Kip baha olduğu üçün yavaş-yavaş vətəndaşlar məcburiyyətdən heyvanları satır. Bu dağ otudur. Dağ otu şirin ot deməkdir. Bax bu cəmaət çoxu da yavaş-yavaş köçür gedir. Dünən baxmışam. Bizim həyətdən görün, Lerikin kəndləri vardı. 130 ev, fərdi yaşayış evdən ibarət olan yaşayış məntəqələrindən 3 ədəd işıq gəlirdi hamısı. Kəndlər boşalır. İndi hamı şəhərə üst tutur, savada görə, işə görə, yaşayış üzündə. Burada bir şey çıxmır da, əlləşirsən, vuruşursan, canın gedir. Yəni həkim çətinliyi var, məntəqə çətinliyi var, tibbi maşın, yəni yardım maşını olmamadığı üçün insanlar rahatçılığa doğru gedir. Rahatçılığa doğru gedir. Bu kənd cəmaatının həqiqətən bəzi evlər var burada. Su çətinliyi var. Bax, o başdakı ev var. Görürsən, onların hamısının su çətinliyi var. Dövlət icazə verər. Meşələrdə su var, uzaqdır. Dağın o tərəfində. Bu tərəfdə var. Suyun mənbəyi oradadır. Ora tır-tır 75 girə bilər də yalnız. Bunlar da
İcaza verirlər, oradan gedib təbii su qazarlar, oradan çəkərlər, yaşayış yaxşı olar. Bunda Təbii Sərvətlər Naziri, Nazirlər Kabineti, bələdiyyə əsasında gəlib eləncə bütün ərazilərdə, kəndlərdə su yoxlanışı olar. Harda var, onun qazılması üçün icaza verərlər. İcaza verərlər, lap qəbul edirəm, dövlət rusumidi olsun, azad xidmətə köçürsün ki, mən bulaq qazıram, 60 manat rusumidi köçürsün, təbii axım suyu düzəldirəm, bir şərtlə ondan hamı istifadə etmək üçün. Yəni yer qoyulsun, işğal kimi yox. Bu kənd cəmaatı indi bu gün yaşıllıqdır. Burada məsələn yaşayış görə bilirsən, insanlar buradadır. Yaşıllığa görə beyin, baxış dəyişir. Amma indi burada 2 aydan sonra bura qərbi səhraya dönəcək. Heç nə olmayacaq. İlanlıq, heç nə yox, susuzluq, isti bir tərəfdən atmosfer demək olar ki, dəyişilib. Hə, əziz millətim, xalqım, soydaşlarım, videonun davamı gələcək.